Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan, düzgün üsulla dekor up qaymağının hazırlama qaydası olacaq. Dekor qaymağını hazırlamazdan öncə ən azı 3-4 saat soyucuda saxlamaq lazımdır. Buzluqda saxlamaq olmaz. Qaymaq da qatlaşdırılmış süd də eyni temperaturda olmalıdır. Əvvəlcə mikserin zəif, sonra isə güclü sürətində çalıram. Qaymaq bu cür qatılaşdıqda içərisinə qatılaşdırılmış süd əlavə edirəm. Qatılaşdırılmış südü bişmiş və yaxud da sadəsini əlavə etmək olar. Az-az əlavə edib çalıram. Dekor qaymağın düzgün hazırladıqda tez hazır olur. Gördüyünüz kimi qatılaşdırılmış südü əlavə edən kimi bu cür qatılaşdı. Artıq çalmağa ehtiyac yoxdur. Çox çalsanız yağa çevrilə bilər. Artıq gördüyünüz kimi tortlar üçün qaymaq hazırdır. Videom sizlər üçün faydalı oldusa bəyənməyi unutmayın.